Salam əziz şagirdlər, hər birinizi bir daha xoş gördük. Bu günləri lisey və gimnaziyalara qəbul imtahanının 5-ci sinifdən 6-cı sinifə gedən şagirdlər üçün olan Azərbaycan dili testlərinin izahına baxacağıq. Testimizə keçməmişdən əvvəl kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. 1. Sözlərdə həm indiki zaman təşkili feil, həm də düzəltmə isim kimi düşünmək olar. Baxaq. Yol qırağında olduğuma səsindən biraz zəif gələ bilər, amma fikir verməyin. Deməli, indiki zaman keçişli feil, həm də düzəltmə isim kimi düşünmək olur. Burada elə cavab A bəndində baxın, gəlir sözündə. O gəlir indiki zaman, bir də ki var, gəlirin gəlmək isim. 1-də A. 2-də hansı sözün leksiz mənası yoxdur? Burada köməkçi nitqəsini bizdən istəyir. Bəli, D bəndi, məgər. 3-də toplu ismi müəyyən edin, əhali düzdür. 3-də A. 4-də mənsubiyyət əsli sifəti müəyyən edin. Bizdən sifəti soruşur. Ağılsız, ağıllısı A bəndi doğrudur. Yer zərfini müəyyən edin. İrəli yer zərfidir. Burada da oldu C bəndi. Hansı birləşmənin birinci tərəfi nitq hissəsinə görə digər birləşmənin birinci tərəfindən fərqlidir? Köhnə sifət, günahsız sifət, çalışqan sifət, gətirilmiş isə feili sifət. Deməli, cavabımız D bəndi olacaq. Feilin təsviflənməyən formalarının üçünə də aid nümunənin verildiyi bəndi müəyyən edin. Üçü də, yəni məsələ feil sifət, feili bağlama hər üçü olsun. Gülən feili sifət hazırlamaq məsələ keçiriləsi, bu da feili sifət getdi. Oxuduğu feili sifət yazmaq məsələ keçdiksə, feili bağlama cavab B bəndi. Növbəti sualımız, 8-ci sual. Deməli, təyini əvəzlik işlənməmiş cümlənin müəyyəni işlənməsin. Hərə bu qeyri-müəyyən əvəzlikdir. Təyinin əvəzliyi hərdir. Cavab A. 9. Hansı cümlədə bütün əsas nitq hissələrinə aid nümunə işlənmişdir? Burada bircə dəqiqə. Bir çoxları say, onun əvəzliyi təzə sifət, topuna isim, heyrətlə zərf, baxırdılar da feil. Cavabımız, doğru cavab B bəndi 9-da. 10-cu sualımız. Miqdar sayıların mənaca hər üçün növünə aid nümunənin işləndiyi bəndi müəyyən edin. Hər üçü olsun. Baxaq elə E-yə. İşçilərin bir neçəsi qeyri-müəyyən, hər iki müəyyən miqdar sayı, tapşırığın sadəcə 2də 1 hissəsi, bu da oldu kəsr sayı. Cavabımız oldu E bəndi. Deməli, növbəti sualımıza baxaq. Verilmiş cümlələr əsasında müqayisə cədvəlindəki düzgün, fərqli və oxşar fikirləri müəyyən edin. Şirin sözlə insanları aldadırdı. Cümlədəki feil quruluşda düzəltmədir. Aldatmaq sözün köküdür. İndiki zaman D idi hissəcidir. Bu sadə oldu. Keyfiyyət bildirən sifət işlənib. Şirin, bəli, keyfiyyət bildirən sifətdir. Bu doğru fikirdir. 2-ni götürəcəyik. Uçsuz bucaqsız zəmilər dəniz kimi dalğalanırdı. Quruluşsa sadə, konkret isim işlənmişdir. Baxaq, zəmi sadədir, konkretdir, doğrudur. Amma bura baxaq, söz. Burada da konkret, söz yox, insanları, insan konkretdir, görürsən və sadədir. Deməli, bu fikir hər ikisinə aid olmalıdır, yanlışdır. Mürəkkəb sifət yaxın mənalı sözlərdən yaranıb. Uçsuz bucaqsız, bəli, yaxın mənalı sifətdir. Bu doğru fikirdir. Deməli, 4 ötürəcəyik. 5-ə baxaq. Cəmdə olan isimlər eyni halda işlənmişdir. İnsanları təsirli haldadır, zəmilər adlı qaldı. Dəniz kimi adlı qaldı. Deməli, yanlış fikirdir. Hər iki cümlədə köməkçi hissəsi işlənib. Baxaq, sözlə, şirin söz ilə insanlara. Bu qoşmadır. Uçsuz bucaqsız zəmilər dəniz kimi də qoşmadır. Bu doğru fikirdir. 6-nı da götürəcəyik. Deməli, cavabımız 2, 4, 6, A variantı. Doğru variant oldu A. Növbəti sual 12-ci sualımıza baxaq. 12 sual artıq mətindir. Mətni yəqin ki, hər biriniz oxuyubsunuz. Birbaşa suallara keçək. Üzərində rəqəm qoyulmuş ifadənin mənasını uyğunlaşdırın. Üzərində rəqəm qoyulan ifadə. Təngə gəlmək, bezmək. 1-ə C oldu. Yəni B ilə D variantına baxaq. Sonra 2-yə 2-2 baxaq. 2. Qərarı alır. İnkişaf etdirməyə qərarı alır. Qərarı almaq, qəti bir fikrə gəlmək. 2-yə D. 2-yə D. Cavabımız artıq məlum oldu. D variantı. Deməli, 12-də D. Keçək növbəti sualımıza. 13-ə.
Altından xətt çəkilmiş ifadənin qarşılığı Roma rəqəmi ilə işarələnmiş hansı abzasda verilmişdir? Altından xətt çəkilən ifadə alıcıları, bu məhsulun alıcıları çox olacaq. Alıcı belə baxanda müştəri olmalıdır. Müştəri burada müştərilərinin 4-cü abzasda. Cavabımız 4-cü abzas D bəndi. Növbəti sualımız 14-cü sual. Mətndə tünd şriftlə verilmiş sözü eyni mənada işləndiyi nümunəni müəyyən edilir. Yəni həqiqətsə həqiqi, məcazi məcazi olacaq. Götürərək məhsulların hamısını götürmək, bəli, bu həqiqi mənadadır. Biz həqiqi mənada olanı baxaq. Baba aləm məsuliyyət götürmək məcazi, zəif nəticəyə görə götürmək ağır idi. Söz götürmək məcazidir. Kitabları da götür, bu həqiqidir. Kitabları götürmək həqiqi oldu. 15-ə. Mətndə hansı suala cavab yoxdur? Baxaq. Görək hansı suala cavab var. Plank hansı sahə ilə məşğul olurdu? Var. O səfərə hansı nəqliyyat? Səfərə nəqliyyat vasitəsilə getməyi haqqında heç bir məlumat yox idi. Plankın markaların məşhurlaşmasında kimlərin rolu? Futbolçuların. Plank iç biznesində qədər pul əldə etdi? 100.000 məbləğində pul əldə etmişdi. Burada da var. Növbəti 16-cı suala baxaq. Mətnin tərkib hissələrini genişləndirə bilmə baxımından uyğunluğu müəyyənləşdirin. Giriş, əsas, nəticə. Şirkət 96-cı ilin sonunda 17 milyon dollar. Bu pul 97-ci ilin əvvəlində budursa, sonunda da bu. Deməli, nəticə hissəsinin sonuna. 3-ə A. 3-ə A görək harada var? 3-ə A B bəndi. Deməli, cavabımız da elə B bəndi. Növbəti. Verilmiş fikirlərdən biri mətnə görə əsaslandırmaq olar. Mətnə görə əsaslandırmaq olar. Plan qətiyyətli addım atmaqda çəkinmir, bəli. Bu doğru fikirdir. Çünki o iş qurdu, milyonçu oldu. A bəndi. 18. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Feil zərfin sualına cavab verir. Deməli, bu feili bağlamada. Gedənlər bu feili sifətdir. Bizə gələndə hədiyyə al. Nə zaman gələndə? Andəndə feili bağlama hissədir. B bəndi. 2-yə. Hansı feil hansı sualına cavab verə bilir? Bu feili sifətdir. Ağlağan, ağa nəyən? Bu feildən düzələn sifətdir. Getdi, yəni sifətdir. İlk baxışda köçürülmüş yazı. Mış feili sifətdir. Cavab burada. Da B bəndi. Baxaq 3-ə. 3. Mənsubiyyət şəkilçili söz feildir. Bu da mənsubiyyət şəkilçisi qəbul edən məsdərdir. İsmə məxsus xüsusiyyətləri olur. Baxaq, məsdər. Baxışını bu yox. Onun belə baxmağı. Mağı bu oldu məsdər, bu da oldu B. Deməli, hər üçü B. Cavabımız da elə B bəndində gizlənib. Növbəti cavabımız B bəndi. Birinci dəqiqə. Göstərmək üçün daha dəqiq edək. 19-cu sual. Düzgün nümunəni müəyyən edin. İsmin iki halında düşünülə bilər. İki halında. Yarpağın, sənin yarpağın mənsubiyyət oldu adlı hal. Və ki, yarpağın rəngi, bu da oldu yiyəlik hal. Biri götürəcəyik. Oğulu, bu milli mənşəli sözdür. Milli mənşəli sözlərdə şəkilçisi qalıbsa, deməli bu haldır. Bunu dəqiq demək olur. Sonra, o əvəzliyi ismi əvəz edir. İsmi əvəz etsə kim sualına verir? O yer doğmadır. Hansı yer? Bu oldu sifət. O bizə gəlirdi. Kim? O, bu da oldu. Kim sualına verdiyi üçün ismi əvəz etdi. Yer zərfi işlənib. Yer zərfi. Ora qaranlıqdır, ora belə. Bu oldu elə yer zərfi. İsmin sualına cavab verən söz isim deyil. İgid ölər, adı qalar. Kim ölər? İgid. İgid insan. İgid əskər. Bu sifətdir, isimləşib. Demək, cavabımız 1, 4, 5, 8. 1, 4, 5, 8. Cavabımız oldu B bəndə. Növbəti suala baxaq. 20-ci sual, sonuncu sualımız. Eyni zamanda həm ismi, həm də feili birləşmə işləmiş cümlələri müəyyən edin. Həm ismi, həm də feili birləşmə olsun. 1. Onun gözləri telefona baxmaqdan, baxmaq məsdər, onun gözləri də ismi birləşmə. Deməli, biri götürəcəyik. Sonra, bir gün atasının əsgərlikdəki şəkillərini evdən tapdı. Atasının şəkilləri ismi birləşmə, amma feili birləşmə yoxdur. Yaşıl çəmənliklər onun gözlərində qeyri-adi bir mənzərə yaratmışdı. Onun gözləri ismi birləşmədə, feili birləşmə yoxdur. Lazım olan pullar toplandıqca feili bağlama, ananın feili birləşmə, ananın sevinci, bu da ismi birləşmə. 4-də ötürəcəyik. Deməli, 5. Bu yurdun müdafiəsi. Yurdun müdafiəsi ismi birləşmə, onun zehnində ismi birləşmə, onun zehnində canlananda, bu da oldu feili birləşmə.
Deməli 1, 4, 5 cavabımız harda gizlənib? B bəndində. Bununla da bir videomuzun da sonuna gəldik. Əziz şagirdlər, hər birinizə uğurlar arzu edirəm. Onu da qeyd edim ki, onlayn məşğələlərimizə qoşulmaq üçün sentyabr ayında başlanan qruplarımıza yazıla bilərsiniz. Əlaqə nömrəsi isə verilmişdir. Videomuzu bəyənməyi, kanalımıza abunə olmağı da unutmayın. Hələlik.